Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin bitki mühafizəsi və fumigasiya mərkəzi tərəfindən çərtkəkimlərə qarşı mübarizə tədbirləri aparılır. Son günlər Abşeron yarımadasında xüsusilə dənizkənarı ərazilərdə çərtkələrin kütləvi şəkildə müşahidə olunması ilə əlaqədar operativ monitorinqlər aparılıb və yayıldığı sahələrdə kimyəvi mübarizə tədbirləri həyata keçirilib. Ümumilikdə cari ilin may-iyul ayları ərzində Respublikanın müxtəlif ərazilərində çərtkəkimlərin müşahidə olunduğu 6819 hektar ərazidə kimyəvi mübarizə tədbirləri icra olunub. Bu tədbirlər çəyirtkələrin yayılmasının qarşısının alınmasına, kənd təsərrüfatı bitkilərinin otlaq sahələrinin və tibbi bitki örtüyünün mümkün zərərlərdən qorunmasına, həmçinin fitosanitar sabitliyin təmin edilməsinə xidmət edir. Qeyd edilir ki, çəyirtkələrin qonşu ölkələr də daxil olmaqla daha geniş ərazilərdə yayılması qlobal və regional iqlim dəyişikliyi ilə əlaqəlidir. Uzun illərdir ki, müşahidə olunan əsas 3 növ çərtkə növü vardır. Bunlar Mərakeş çərtkəsi, İtaliya çərtkəsi və Köçəri Asiya çərtkələridir ki, onunla əlaqədar da dövrü olaraq mütəmadi monitorinq müşahidə işləri aparılır. Bu çərtkələr elədir ki, iqlim dəyişiklikləri əsasında çoxillik məlumatlar bunu göstərir ki, bunlar dövrü olaraq 5 ildən bir, 5-6 ildən bir populyasiyalarının artımı müşahidə olunur.